Tiflis Körpüsü layihəsi çərçivəsində Azərbaycanın müstəqillik tarixində öz yolu, izi olan, Türk dünyasının sarsılmaz ruhunu, milli kimliyimizi, tariximizi və gələcəyimizi misralarında yaşadan xalq şairimiz Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecədə xoş gördük sizləri. İndi isə kiçikdən böyüyə hər bir Azərbaycanlının sevdiyi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ruhundan süzülən Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Müstəqilliyi uğrunda canından, qanından keçmiş vətən oğullarını yad etmək üçün bir dəqiqəlik sükut elan olunur. Allah rəhmət eləsin. Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-sində Yardımlının Hamarkənd kəndində dünyaya göz açıb. İlk kitabı 1970-ci ildə nəşr olunub. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, Özbəkistanda, Gürcüstanda, Almaniyada, İngiltərədə, İsveçrədə 100-dən artıq şeir, nəsr, publisistika, tərcümə kitabları nəşr edilib. 2005-ci ildən Azərbaycanın xalq şairi fəxri adına layiq görülüb. Əlbəttə ki, Sabir Rüstəmxanlının həyatını, yaradıcılığını biz qələmə alıb tərcümə hal şəklinə gətirə bilərik. Yalnız onun doğulduğu gündən indiyə qədər olan halını yaradıcı insan olduğuna görə, şair olduğuna görə onun şeirləri, onun sözü deyəcək. İnsan əlsiz də qalar, sözsüz, dilsiz də qalar, yurtsuz, elsiz də qalar. Ayrılıq ölüm deyil. Talehin hər yükünü qorxma, tək başına çək. Ancaq bir gün səsinə hay verən tapılmasa, ölüm yetişib demək. Milletimiz hakkıncısı, hakkınızı gören değil, bayrağımız İsrail'dir, yükseldiyse gelen değil. Bu bayrakta ürmez bu, hem geçmişti hem gelecek, yurdumuzu Kədər sevinç cildində, sevinç bəstər axını, qınınc qınını kəsməz, qın saxlar silahını. Allahın yaşatdığı, yaşadar Allahını. Ölmək üçün dirilir, ölür yaşamaq üstə. Ərit bu şaxtanı, o yaza çıxart. Yu bütün qaranı bəyaza çıxart. Vur məni dərindən dayaza çıxart. Bir də bu sevdaya dalmaq olarsa. Soluğan duyğunu göyərtmək olmaz. Nə gələn baharla, nə ötən qışla. Fəsillər saçına çəkib ərini. Ağarmış saçını mənə bağışla. Sabir Rüstəmxanlı Bakı Şəhər Sovetinin sədrinə məktub yazırdı. Geniş, enli, işıqlı Filankəs küçəsindən senzura buraxmırdı. Əmiryan küçəsindən ayrılır cığır kimi Bəhlulzadə
küçəsi. Boyu adından kiçik, qaranlıqdır gecəsi. Və o nə qədər bizim insanlara, cavanlara təsir edirdi. Və yaxud sağ ol ana dilim şeiri ilə üstünə yüyürdü Quran dilləri, Peyğəmbər dilləri, qanun dilləri. Qapılar dalında qoydular səni, haqq dedin. Bədəndən soydular səni, ancaq əyilmədin, anam, can dilim, ordular sarsıdan qəhrəman dilim. Yaxud ruhumuz sərhədsiz olduğu üçün şeiri ilə elə bizim ruhumuzu da təzəliyirdi. Hardan tapacaqsan sərhədlərini? Əmrahın sazından keçirsə əgər, Dərbətdə Pərvanə adlanan qızın çağlayan gözündən keçirsə əgər, qitələr dolanan didərginlərin yolundan, rizindən keçirsə əgər, arzu da beləcə sərhədsiz olur, ümman da beləcə, göy də beləcə, ruhumuz sərhədsiz olduğu üçün payımız gəlibdir göydən beləcə. Şuşam uca olsa da, bayraq ondan da uca. Altında keşik çəkib, mən də baxım doyunca, sonra düşmən gülləsi bax sinəmdə yanır. Yansın, təki, vətən sağ olsun. Qala divara möhtaç, divar qalaya möhtaç. Qalandır əmr edir, Şuşanın yolunu aç. Gecə sisli, dumanlı, gecə hücum fürsəti, əskərin öz gücünü göstərmək qətiyyəti. Qaya üstünə durur, qaya qəstinə durur. Qaya deyil, nizədir, yaraları təzədir. Daşaltıdan dikələn qaya deyil, bəladır. Qayaların başında yol gözləyən qaladır. Gecə zülmət pərdəsi gözlərdən tükü çəkir, üstə qulaq qulağa çaqqallar keşik çəkir. Keşikçi projektor qaranlığı darıyır. Yayınmaz gözündən quş da sübhə kimi arayır. Amma əskər dayanmır, yolu sözündən keçir. Dumanın qanadından, iynə gözündən keçir. Nə ordu vecinədir, nə qacar deyən şüşə. Bir həsrətli tələsir, aşıqı ilə görüşər. Oğlum, ehtiyatlı ol, ayağından qaçar daş. Əskər hərdən yan yana, hərdən nəfəs nəfəsə, hərdən qulaq kəsilir qaladan gələn səsə. Əskər asılıb kordan, damarında dolaşır Xocalıda axan qan. Ay doğa, 15 günlük yapışar işığından, göldən bir ulduz baxar, qollarına güc gələr. Süb yoluna yapışıb bircə anlıq dincələr. Əskər durmur bir anlıq, qatılaşır qaranlıq. Əskər durmur bir anlıq, ona qalxmaq əmri var. Düşmənin mövqeyini yıxıb yaxmaq əmri var. Qaşlar soyuq, sürüşkən, altta dipsiz uçurum. Qayaların başında düşmən əskəri min. Yağış ol, dumana dön, düşmən buyuq düşməsin, gözündəki şimşəyi görənə kimi sənin. Ölüm dirim anında haqdan gələn bir nida, kəlmə-i şəhadət tək ürəklərdə bəslənir. Bu əmrin ilk vətəni Çanaqqala olmuşdur. 100 ili adlayaraq Şuşada da səslənir. Şair dostum, ayaq saxla bu yerdə. Şair dostum, ayaq saxla bu yerdə. Rəhlərin dəvası qalmaz. Qıyılar haysar. Laçınlar
Söylə. Kimə? Kimə? Heç kim. Daha o yerlərdə kimsəm qalmadı. Daha güneylərdə sarılan zəmin, xırmanda yarım çox kisəm qalmadı. Bu bədbəxtlik divanəsi, son tikələr qamarlayan, bu yetimlər qismətindən ciblərini tumarlayan adam deyil, çay daşıdır. Mənə qalan göz yaşıdır. O cavallı ilk cənnətim, şeytanın gözündən gizlin, damarımda axan qanım. O ülvilik, müqəddəslik, ömrün uzaq yaddaşıdır. Xoşbəxt adamsınız ki, siz Milli Azadlıq Hərəkatında iştirak edib, təşkilatçısı olub, hətta tribunu olub və günlərlə bu işləri gördünüz. Biz bir yol keçdik hamımız, bütün Azərbaycan keçdi bu yolu. Çoxları deputat oldu. Mən şəxsən millət vəkili oldum, sizi də millət vəkili kimi gördüm. Yağışa bənzədirəm, qırışların yusun üzümü, çiçək səpsin çöllərə, kədərin qofsun gözümü, keçəcəyim ömür yolsa, ya alnımda talih yazılsın, ayağıma qüvvət, ürəyimə güc, könlümün ölməzlik arzusu. Səni vətənə bənzədirəm, hara getsəm döndüm. Səni şeirimə bənzədirəm, məni duyduğuna ürüdüyüm. Tədbirimizin elə gözəl bir məqamına gəlib çatmışıq ki, mənə elə gəlir ki, bu çıxışlar sizin hər birinizi sevindirəcək. İndi səhnəyə Sabir Rüstəmxanlı davamçılarını dəvət edəcəm. İlk olaraq Lalə Rüstəmxanlı, Sabir Rüstəmxanlının nəvəsi. Xalqın çətinliyini öz çətinliyi, xalqın sevincini öz sevinci bilən bir şair, bir millət vəkili olaraq, siz mənim üçün o nəhəng şair obrazından daha çox dünyanın ən mərhəmətli, ən doğma insanı, babasısınız. Uşaqlıqdan ən xoş xatirələrlə yaddaşma həkk olan o babamın saçına bugün zamanın bəyaz tonları hopub. Dəyişməyən sizin müdrik, eyni zamanda sevgi dolu baxışlarınızdır. Arzu edirəm ki, o müdrik baxışlarınız həmişə üzərinizdə olsun. Yenə bahar nəfəsi can versin torpağıma, 100 ildə bir son verin fəryadıma, ahıma, soyum, yolum, inancım qayıtsın bucağıma. Güneydə əsir olan elə azadlıq dedim, Göyçəyə, Zəngəzura, Milə azadlıq dedim. Təbriz, Dərbənd, Borçalı, Kərkük, Urmi, Həmədan, gözlərdə eyni arzu, damarlarda eyni qan, o dalsın Bakımızın sönməz alovlarından. Hər şəhərə, hər kəndə, köyə azadlıq dedim. Tanrı deyib sevdiyim göyə azadlıq dedim. Salamlayıram hamınızı və xahiş edirəm. Balaca Sabir, burada oxuyan aktyorların çoxundan gözəl şeir dedi, ona bir alqış. Sabir mənim sizə can sağlığı, uzun ömür, bura gəldiyiniz üçün bu balaca, necə deyim, havasız odada yığılıb Sabir müəllimin şeirlərini dinlədiyiniz üçün təşəkkür edirəm və
bu gecənin müəlliflərinə, bu gecəni hazırlayan, bu gözəl tədbiri hazırlayan qızlarımıza sizdən bir alqış istəyirəm. Mən bir dəfə də belə demişdim ki, tədbir aparanda özümə doğma olan insanlar üçün tədbir aparmağı sevmirəm. Çünki öz sözlərim ürəyimdə qalır. Və indi ailənin bu səmimi çıxışından sonra mən də qeyd edim ki, Sabir Rüstəmxanlı mənə də çox əziz bir insandır. Çox doğma bir insandır, ailəmizə də, mənə də. Və mən bir haşiyə çıxmaq istəyirəm. Qalan heç nə deməyəcəm, çünki aparıcılıq məsuliyyətim var bugün. Biz yeniyetmə olanda mənim bütün sinif yoldaşlarım, oğlanlar hamısı Sabir Rüstəmxanlıya bənzəmək istəyirdi. Onun kimi vətənpərvər, onun kimi şair olmaq istəyirdi. Və bu doğrudan da çox gözəl bir haldır. Mən sizi təbrik edirəm. O evin içində özün bilmədən sən də soyuyursan. Cansızlaşırsan. Bu nəhəng şəhərin küçələrində Məni yalqız qoyub getdiyin zaman, hündür bir binanın pillələrində dolana etdiyin zaman yormaq istəyirəm ayaqlarımı. Kimsəsiz yolların dolaşığında. tapmaq istəyirəm rahatlığımı. Dalda küçələrin tənhalığında. Yan-yana düzülüb evlər yol verir. Top kimi fırlanır yumru meydanlar. Ruhumda xəbərsiz ağrılar başlar, xəbərsiz hücumlar düşmən işidir. Özünü bu işə özünü bu çətin yola öyrətmə. Sənə yalvarıram, xəbərsiz getmə. Dünyaya min sirrin sorğusu yağır, hansı ünvanadır, bilən tapılmaz. Sən mənim dərdimə şəriksən axı, sənsiz dərdlərimi bölən tapılmaz. Belə zarafatla mənə ərk etmə. Sənə yalvarıram, xəbərsiz getmə. Karvan yerinə qatar, qatar yerinə uçar. Hicran bizdədir hər an, hara biz uçar. Karvan yerinə qatar, qatar yerinə uçar. Hicran bizdədir hər an, hara biz uçar. Bəlkə də bu özü də bir aldanışdır. Bəlkə də gördüyüm yuxudur elə. Çoxdan itirdiyim nəğmələrimi tali başqasına oxudu elə. Könlümdə əbədi gəncliyin odu. Bəs həsrət deyərək çaxlayan nədir? Yoxsansa, yoxluğun sevgisi olmaz. Varsansa, bəs yolu bağlayan nədir? Niyə göz yaşım silə dönsün, bir anlığa görüşənə var. Hər gözəlliyi kimi olmaz, bu sevgidə məcnun bir olar. Tanrı işığıdır bu sevgi, onsuz zülmət olur bu həyat. Günəşim sənsən. Ad günün mübarək, sevincin, dərdin. Bugünə ən gözəl duyğumu verdin. Sevgin bir çiçəkdir, yoluna sərdin. Çiçəyi yaşındasan, yaşını demə. Türkün Sarsılmaz Ruhu adlı şeir müsabiqəsi oldu və bu müsabiqədə gənclərin milli ruhda düşünməsinə, sözə və ədəbiyyata olan sevgisinin daha da güclənməsinə xidmət məqsədi ilə təşkil edildi. Söz körpüsünün təşkilatçıları Aysel Xanlar qızı, Aysel Nəsirzadə və Həmidə Yaqubova. Mən təşəkkür edirəm bu müsabiqənin təşkilinə görə onlara və alqışlarınızla. Bu müsabiqənin qaliblərini səhnəyə dəvət edəcəm və müsabiqəyə təşkilati dəstək olan Yunus Əmrə İnstitutuna təşəkkür edirik.
və Müşfiq xana təşəkkür edirik, Mücri Nəşriyyatının direktoruna. Münsiflər heyəti, Hulu Ağsəs, Rəsmiyə Sabir, Bahəddin Həzi, təşəkkür edirik sizlərə. Arzu edirəm ki, Azərbaycanda may ayında 2 Sabir günləri olsun. Mirzə Ələkbər Sabir və Rüstəm xanlı Sabir. Mən Mirzə Ələkbər Sabir haqqında bir yazı yazmışdım. Orada 3 frazanı xatırlatmaq istəyirəm. Rüstəm xanlı Sabir ad günündə. Yazmışdım Sabir, Satira və Sabun. Hər üç söz bizi paklığa çağırır. İnşallah Mirzə Ələkbər Sabirin yubiley günündə sizdən yazdığım yazını deyərəm. Təbrik edirəm. Sağ olun. Sabir Bey sadece Azerbaycan için değil, Türk dünyası için çok değerli bir şairdir, vatan şairdir. Biz Türk dünyasında Sabir Bey'i tanımak, görmek çok farklı bir şey. Allah bizleri nasip etti, bizler de tanıdık, gördük. 100 yaşasınız Sabir Müəllim. Qalibləri mükafatlandırmaq üçün səhnəyə nəhayət bugün yubileyini qeyd etdiyimiz xalq şairimiz Sabir Rüstəm xanını dəvət edirik. Bugün burada Azərbaycanın görkəmli şairi Sabir Rüstəm xanının 80 illik yubileyinə həsr olunmuş belə ədəb-bədii gecə keçirməkdən, təşkil etməkdən qürur duyuruq. Sabir müəllimi təbrik edirəm, ona uzun ömür, can sağlığı arzuluyuram. Təbrik edirəm Sabir bəyi. Sabir bəyin 80 illik ömrünün 60 ili Azərbaycandır. Mən düşünürəm ki, məşhur bir şeirin misralarını belə ifadə etsək daha yerində olar. Azərbaycan, mayası nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Sabir Rüstəm xanlı deyiləndə ayağa dur ki, Azərbaycanın qəlbinə toxuna bilər. Təşəkkür edirəm. Biz düşündük ki, ömrünün 60 ilini, bəlkə də daha çox Azərbaycan üçün, vətən üçün, söz üçün, millət üçün damla-damla əridərək, öz ətrafını işıqlandıran, nura boyayan bir insan üçün 80 illik yubileyinə nə hədiyyə etmək olar? Mən düşündüm ki, ona ən gözəl hədiyyə elə onun öz sözü olar. Ona görə də ustad, biz bugün sizin öz sözünüzlə sizi təbrik etdik. Qüsurlarımız üçün üzr istəyirik. Bu xanımların necə hazırlaşdıqlarını mən bilirəm. O cür istəklə, sevgi ilə bu işə, bu yola başlamışdılar. Bugün də onun çox gözəl nəticəsini gördük. Aysevlərimiz çox əziyyət çəkiblər. Söz körpüsü ümumiyyətlə birinci dəfə deyil. Dəfələrlə belə tədbirlər olub, belə görüşlər olub. Bu da ədəbiyyatı təbliğ eləməyin, ədəbiyyatı yaymağın və sevdirməyin bir yoludur. Bugün buna ehtiyac var mı? Əlbəttə var ehtiyac. Çünki getdikcə oxuyanların sayı azalır. Söz atanlar olur. Onun deyək ki, şeirlərində sağ olana dilim publisistik şeirdir. Olsun publisistik, mən o vaxt bütün məclis rus dilində danışanda sən durub sağ olana dilim deyəndə o bir üsyanıdır. Sən millətinin sözünü deyirdin. Mənim üçün ədəbiyyat işdir. Mənim üçün ədəbiyyat söz oyunbazlığı deyil. Mənim üçün ədəbiyyat poeziyadır, düzdür. Poeziya vəziyyətin poeziyasıdır. O məsələyə yanaşmanın poeziyasıdır. Təkcə söz oyunu, söz məsələsi deyil. Bunlar əlimiz üstə düşmən əli qoyanlar, duasını minnətlə oxuyanlar, unudanlar 1000 illik yolun izin dilini, dünyaya sığışmayan dərdimizin dilini, nə bilsin hardan gəlir gözümüzə çökən qəm, bu göylərə bağlılıq, bu sərhədsiz düşüncə, Çindən Qobustanacan yazılı daşlarının toz basan güzgüsünü silib baxa bilməyən, Ergenekon eşqindən hər gün doğa bilməyən, hardan duysun içimdə yaşayan böyük ruhu, hardan duysun nə demək bu didərgin, bu ulu, bu yorulmaz türk ruhu. Ben bir milletem, Arif Qəzam, Zəfərin dinlərə dastan, bu sefer
başında bütün cahan vermelen öz torpağında. Hem bir millet hem tarih yazan şanlı qələbəm çıxmaz yaddan.